Bu maşında mən öz şəxsi belə deyək, yığdığım vəsait, qənaəti mən və kredit götürərək almışam. İndi də hal-hazırda qalıb belə, kredit bir tərəfdən artıq o həddə çatıb ki, məni işdən çıxartmaq istəyirlər. Ötən ilin avqustunda hər gün olduğu kimi Sumqayıtdan Bakıya işə gedən Nahid Məmmədov maşını ilə qəzaya uğrayıb. Qəzanın səbəbi Müdafiə Nazirliyinin tabeliyində olan yük maşınının onun avtomobilini arxadan vurması olub. Marşrut xəttinin Binəqədi-Balaxanı şosesi hissəsində tam belə deyək, probka şəraitində, tıxac şəraitində dayandığım yerdə arxadan böyük bir zərbə aldım, maşın yəni dəydi. Maşından düşəndən sonra məlum oldu ki, məni vuran maşın Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin hərbi yük avtomobilidir. Nahid Məmmədov deyir ki, qəzanı törədən yük maşınının sürücüsünün sürücülük vəsiqəsi idarə etdiyi maşının kateqoriyasına uyğun olmayıb. Həmin hərbi maşını sürən, həmin hərbi hissənin N saylı hərbi hissənin müddətdən artıq xidmət keçmiş sürücüsü Şərifli Kazım Aqiloğludur. Və sürücülük vəsiqəsi də mən şəxsən özündən aldığım BS kateqoriyalı idi. Yəni BS kateqoriyası ilə Y kateqoriyalı avtomobil, yəni yük avtomobili idarə edilmiş. Hərbi yük maşınını idarə edən Kazım Şərifli isə sosial mediada yazdığı rəylərin birində bildirib ki, idarə etdiyi maşında 30 tondan yuxarı yük olub. O deyib ki, əyləci bassa da maşını dayanmayıb. Ötən ilin oktyabrında Müdafiə Nazirliyindən Nahid Məmmədova bildirilib ki, baş verən yol nəqliyyat hadisəsi ilə bağlı hərbi hissənin bir vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb edilib. Nahid Məmmədov isə bu cavabın yetərli olmadığını deyir. O hesab edir ki, qəzanı törədənlər məsuliyyətə cəlb olunmalı, ona dəyən zərər isə ödənməlidir. Maksimum 30 günə qərar verilməli olan bir işin üstündən artıq 6 ay keçib, hələ də heç bir qərar falan verilməyib. Belə çıxır ki, Azərbaycan Ali qanunvericiliyi, Ali konstitusiyası ancaq sadə vətəndaşlar üçün keçərlidir. Sığorta şirkətindən Nahid Məmmədova bildirilib ki, baş verən yol nəqliyyat hadisəsi zəncirvari olduğu üçün zərərin birbaşa tənzimlənməsi çərçivəsinə düşmür. Buna görə də ona sığorta ödənişi verilmir. Bura özəl dayanacaqdır. Hər ay mən bura 50 manat pul verirəm. Avtomobil qalıb bu vəziyyətdə, bu formada tam yararsız haldadır. Bu formada da 25 minlik avtomobildir. 10 min manat alırlar. Bu maşını nə düzəltdirə bilirəm, vəsaitim çatmır çünki küllü miqdarda pul istəyirlər. Maşının yarısı qiyməti qədər pul istəyirlər. 10 min manatdan çox pul istəyirlər düzəltməyinə. Şikayətçinin sözlərinə görə qəzanın üzərindən 6 aydan çox keçsə də hələ iş aidiyyəti üzrə araşdırılmır. Bu müddət ərzində polis işi prokurorluğa, prokurorluq isə polisə göndərib. Orada müddətdən artıqdan əlavə bir neçə şəxs də hərbi hissə komandirinə kimi məsuliyyət daşıyır. Və buna görə də hərbi hissə komandiri xüsusi belə deyək də iş qurub, düzüb qoşub, öyrədilib, maxi və o hadisə vaxtı iştirak edən 4 dənə hərbiçi. 4-ü də eyni formada yalan ifadə veriblər, yalan ifadə yazıblar. Həmin vaxtı video görüntülər yox idi. Video görüntülərin olmamağından istifadə edərək bu formada yalan ifadə verirlər. Polisə dəfələrlə dedim ki, gedək video görüntüləri götür, obyektlərdə olacaq. O məhəl qoymadı mənim sözümə. Sonra getdim, bir çətinliklə də olsa video görüntüləri əldə elədim. Prezident aparatına, administrasiyasına kimi göndərmişəm video görüntüləri, amma nəticə yenə də yəni işim uzadılır, bu formada gəlib çıxıb. Nahid Məmmədovun sözlərinə görə qəza ilə bağlı hüquqi qərarın gecikdirilməsi onun məhkəməyə müraciət etməyinə də mane olur. Ölkədə o ali orqan yoxdur ki, səlahiyyətli orqan yoxdur ki, bu hadisə ilə bağlı. Onlara mən məktub yazmayayım. Amma nəticəsiz qalıb. Polis öz növbəsində işi araşdırıb, işin içində hərbiçilər olduğuna görə, hərbi maşın olduğuna görə işi araşdırıb prokurorluğa göndərməlidir, materiallar yığıb. Prokurorluq qərar verməlidir. Amma iş nə prokurorluqdan, belə deyək də, nə hərbi prokurorluğa gedir, nə də ki, polis özü öz qərarını verir. Yəni bu formada qalıb. Nahid Məmmədov bildirib ki, hazırda iş Binəqədi rayon polis idarəsində araşdırılır. Vətəndaşın şikayəti ilə bağlı Binəqədi rayon polis idarəsi ilə əlaqə saxlasaq da zənglərimizə cavab verilmədi.